Mən bugün sizlərə 2026-cı ilin model suallarının riyaziyyatının ilk 8 sualını izah etmək istəyirəm. Birinci sualdan başlayaq. 3 rəqəmli ədədin, deməli mənim 3 rəqəmli ədədim mövcuddur. Yüzüklər mərtəbəsindəki rəqəmi 6-dır. Burada C onluqlar mərtəbəsindəki, B təkliklər və A da yüzüklər mərtəbəsindəki rəqəmdir. A-nın yerinə 6 qoyur deyir mənə. O halda A-nın yerinə 6 qoyanda 6BC almış olacaq. Daha sonra bu rəqəmi ədədin əvvəlindən sil. Mən də bu rəqəmi sildim. Deyir ki, sil və gətir bu rəqəmi ədədin əvvəlinə qoy. Yaxşı, mən də qoyuram. Və nəticədə ədədimiz, yəni bu 6BC, BC 6-ya keçəndə 369 vahid azalacaq. Nə dedisə, onu yerinə yetirəcəm. İlk öncə buranı silək ki, yerimizi tutmasın. 6BC, BC 6-ya keçəndə neçə vahid azalır? 369. Daha sonra mən bunu həll edirəm. 600 üzərinə gəlinsin 10B, üzərinə gəlinsin C, çıxılsın 100B, çıxılsın 10C, çıxılsın 6 bərabərdir 369-a. Və burada 600-dən 6 çıxdığımız zaman 594, 10B-dən 100B çıxdığımız zaman 90B, C-dən 10C çıxdığımız zaman 9C bərabərdir 369 almış olaraq. 369-dan 594-ü çıxanda 225 etmiş olacaq. Hər tərəfdən mənfiləri daxtıram. 90B üzərinə gəlinsin 9C. Burada səhv yazmışam. C olmalıdır. Yəni bu hissədə. Çünki C var idi yuxarıda. 2 dəyişənimiz var. 90B üzərinə gəlinsin 9C bərabərdir 225-ə. Hər tərəfdən 9-u, hər tərəfi 9-a bölürəm. 10B üzərinə gəlinsin C bərabərdir 25-ə. Yəni BC-miz 25 imiş. Bizim ədədimiz hansı idi? 6BC idi, düzdürmü? 6 var. Daha sonra BC-mizdə 25-dir. Deməli, bizim ədədimiz 625 imiş. 625 ədədinin rəqəmlərinin cəmi 6 üzərinə gəlinsin 2, 8, 8 üzərinə gəlinsin 5, 13. Doğru cavabımız C variantı. Növbəti suallara keçid edək. İkinci suala baxaq. Buranı təmizləyək. Deyir ki, abituriyent kitabın 30%-ni, sonra isə qalan hissəsinin 25%-ni oxuduqdan sonra 210 səhifə qalarsa, kitabın neçə səhifəsi var? Ümumiyyətlə, mənim kitabımın səhifəsi bilinmir. Yəni, kitabın səhifəsi A qədərdir. Düzdürmü? İlk öncə bu A qədər səhifənin 30%-ni oxuyur, yəni 0,3-ünü, 0,3 A-sını oxuyur. Yerdə qalır 70%. Yəni, A-dan bu 0,3 A-nı çıxsam, 0,7 A qədər qalmış olacaq. Sonra bu 0,7-nin də 25%-ni, baxın, burada qeyd edir ki, sonra qalan kitabın 25%-ni oxuyur. Yəni, 4də 1-ini oxuyur. Bu 0,7 A-nın da 4də 1-ini oxuyursa, bu 0,75 A eləmiş olacaq. Daha sonra bizə deyir ki, sonra 210 səhifə qalır. Yəni, bu 0,7 A-nın 4də 1 hissəsini oxuduqdan sonra əlində 210 səhifə qalır. Yəni, bu 0,75 A bizə 210-a bərabərdir. Buradan da A-nı 400 taparıq. A-nı 400 taparıq və kitab neçə səhifə imiş? 400 səhifə imiş. Daha sonra növbəti belə bir maraqlı suala keçirik. Üçüncü suala. Bizə nə qeyd olunur? Deməli, bizə bir çevrə verilib və bu çevrəyə bir toxunan, bir vətər verilib və kəsənimiz də var. Aha. Yuxarını silirəm ki, bizə maneçilik öyrətməsin. Deməli, O mərkəzi çevrəyə AB toxunanda və AD kəsəni çəkilmişdir. ASB 110 verilib, düzdürmü? 110 olarsa, bucaq A-nı tapılıb. Deməli, bizdən istədikləri buradır. Deməli, bizdən istədikləri buradır. Və bucaq C-ni bizə 110 veriblər. Bucaq C-ni bizə 110 veriblər. Üzürlü sayın, buranı bizə 110 veriblər. Və nə qeyd olunur? Ümumiyyətlə, nəyə diqqət edirik? Burada
mən görürəm ki, bu hissə açıq bucaqdır. Necə bucaqdır? Açıq bucaq. Və açıq bucaq 180 dərəcədir. Onda bura 110-dursa, 180-dən 110-u çıxaram, 70-im qalar bura. Düzdürmü? 70-im qalar. Və mənə nə deyir? Mən ümumiyyətlə B ilə D-ni birləşdirsəm, görərəm ki, CBD bucağı, yəni bu bucaq COD-yə, yəni diametrə söykənibsə, demək ki, bura 90 dərəcəymiş. Onda B bucağı 90-dırsa, C bucağı 70-dirsə, D bucağına da 20 dərəcə qalır. Nə qədər? 20 dərəcə. Və daxilə çəkilmiş bucaq söykəndiyi qövsün, baxın, yəni bu qövsün yarısına bərabərdir. Bura 20 dərəcədirsə, onda bu qövsün 40 dərəcədir. Daxilə çəkilmiş bucaq, yəni bu bucaq söykəndiyi qövsün, yəni buranın yarısına bərabərdir. O halda burada 140-dır. Və mənə bir toxunan, bir kəsən verilibsə, bu daxildəki bucağı tapmaq üçün nə etməliyəm? Bunların fərqinin yarısına baxmalıyam. 140 çıxılsın 40 bölünsün 2, o da 50 dərəcə etmiş olacaq. Növbəti keçirəm 4-cü suala. Kök altında 72 çıx, kök altında 150, kök altında 50 üzərinə gəlməsin, kök altında 27 bərabərdir A kök 2 üstəgəlsin B kök 3. Mən baxıram ki, məndə burada ipucu kök 2-dir və kök 3-dür. Mən bunları kök 2 və ya kök 3-ə gətirməliyəm. Kök altında 72-ni kök 2-yə gətirsəm daha yaxşı olar. O halda ağlıma gəlir ki, mən bunu 36 vurulsun 2 şəklində yazım. Kök altında 50-ni ağlıma gəlir ki, 25 vurulsun 2 şəklində yazım. Kök altında 7-ni də ağlıma gəlir ki, 9 vurulsun 3 şəklində qeyd edim. Bu da A kök altında 2 üzərinə gəlinsin B kök altında 3-ə bərabərdir. Aha. Kök altında 36-dan 6 çıxır, amma 2 kök altından çıxa bilmir. Kök altında 25-dən 5 çıxır, amma 2 kök altından çıxa bilmir. Kök altı 9-dan 3 çıxır, amma 3 kök altından çıxa bilmir. O da bərabərdir A kök altında 2 üzərinə gəlinsin B kök altında 3-ə. Mən əgər 6 kök altı 2-dən 5 kök altında 2-ni çıxsam, kök altında 2 üzərinə gəlinsin 3 kök altında 2, daha doğrusu 3 kök altında 3 almış olaram. O da bərabərdir A kök altında 2 üzərinə gəlinsin B kök altında 3. Baxıram ki, kök altında 2, kök altında 3 eynidir. Amma A-lar, B-lər fərqlidir. Bunun qarşısındakı əmsal 1-dir. A-mız 1-dir, B-miz də demək ki 3-dür. Yəni, baxın, bu daxil, yəni kök altılar eynidir. Burada, daha doğrusu üzrlü sayın, kök altılar eynidir. Mən bunu fərqli qələmlə yazım, sizə daha aydın olsun. Baxın, kök altılar eynidir, amma əmsallar demək ki, B-miz də 3-dür. Yəni, bu bərabərlik. Bərabərlik nə deməkdir? Sağ və sol tərəf bərabərdir, düzdür? İndi mən burada B-yə 3 qoysam, A-ya da 1 yazsam, demək ki, bu ifadələr bir-birinə bərabər olmuş olacaq. O zaman A-ya 1 verməliyəm, B-yə də 3 verməliyəm. Bərabər olması üçün, eyni şeylərin alınması üçün, eyni ifadələrin, eyni riyazi ifadələrin alınması üçün A-ya 1, B-yə 3 verməliyəm. Və bizə deyir ki, o halda 3 A üstə gəlinsin B-ni tapın. A-mız 1-dir, B-miz də 3-dür. Doğru cavabımız 6. Y variantı. Daha sonra keçək 5-ci suala. Bu tipli sualların həlli üçün ən rahat yol rəqəm verməkdir. A-ya tutaq ki 3 verirəm, B-yə tutaq ki 2 verirəm və həll edirəm. Deməli, 3 tam, yəni sizə bunu izah edeyim, 3 tam dövrdə neçə verilib bizə? 2 verilib. Bunu belə açacaq. 3 tam 9-da 2 mötərizə daxilindəki olan ifadəni nə qədər mötərizə varsa, o qədər 9 yazırdıq da, düzdür, 9-da 2. Digərdə B tam dövrdə A-dır. Yəni 2 tam dövrdə 3. O da bərabərdir 2 tam 9-da 3. Mən bu ifadələri toplasam, 5 tam 9-da 5 almış olaram. Yəni 9-da 50. Düzdür? 5-i 9-a vururam. 45 üzərinə də 5-i gəlirəm. Sürəti edir 50. A ilə B-ni toplayanda da bizə 5 verirsə, 50 bölünsün 9-u 5-ə bölsəm, nə qalmış olacaq?
10 bölünsün 9 qalmış olacaq. Doğru cavabımız D variantı. Buradakı bu variant. Daha sonra 6. Tərəfi 7 sm olan düzgün altıbucaqlının böyük diaqonallarının cəmini tapın. Nəyini istəyir? Böyük diaqonallarının cəmini. Ümumiyyətlə burada bir altıbucaqlı çəkməyə çalışacağam. Altıbucaqlı. Baxın. Aha. Bizim altıbucaqlımız tutaq ki belədir. Biraz səliqəsiz alınır. Və bunun böyük diaqonalları baxın. Ümumiyyətlə bir budur, bir də ki budur. Yəni mənim 3 dənə böyük diaqonalım var. Və tərəfi 7 sm olan düzgün altıbucaqlının böyük diaqonallarının cəmi. Böyük diaqonalımızda 2 A ilə tapılırdı, düzdür? O halda bizim tərəfimiz 7-dirsə, orada 2A yazanda A orada bizim tərəfimizdir. 14-dür. İsbatını da müxtəlif kitablardan öyrənə bilərsiniz. Sadəcə uzun olmasın deyə isbatını vermirəm. Və bizim 3 dənə bizim böyük diaqonalımız olduğu üçün 14-ü çevirəndə cavab 42. Daha sonra 7-ci suala baxaq. Aha. Deməli, A kvadrat çıxılsın 4. Müxtəsər vurma düsturuna əsasən mən bunu A-2, A+2 şəklində yaza bilərəm. Bölünsün A-2, çıxılsın A kubu çıxılsın 8. Bunu da müxtəsər vurmaya görə açıram. Və A kvadratı üzərinə gəlinsin 2A, üzərinə gəlinsin 4. Bölünsün, eyni ifadədir, əla. Bölünsün A kvadrat üzərinə gəlinsin 2A, üzərinə gəlinsin 4. Bunlar ixtisar gedir. Bunlar ixtisar gedir, ən gözəl hiss və A üzərinə gəlinsin 2, çıxılsın A üzərinə gəlinsin 2. Çünki burada çıxmadır. Düzdürmü? Baxın, çıxmalardır. Çıxma olanda, yəni müsbətə dönüşür də. Və burada A-lar ixtisar gedir. Cavabımız 2 üzərinə gəlinsin ki, 4. Yəni B variantı. Gəlirik 8-ci suala. Mən bir təmizləyim. Aha. ABC bərabər yanlı üçbucağında AB BC-yə bərabərdir. Bərabər yanlı üçbucaq olduğu üçün. O halda, məsələn, mən buradan bura qədər olan məsafəyə bir A deyəcəm. Buradan bura qədər olan məsafəyə də A deyəcəm. Çünki bərabər yanlı üçbucaqdır. Eyni zamanda, gəlin səliqəli yazaq, bura A demiş oldum. Yəni, oturacaqlardakı olan bucaqlar da bir-birlərinə bərabərdir. Və mənə deyir ki, DY AB-yə perpendikulyardır, DF də BC-yə perpendikulyardır. Əla. Mənim, yəni avtomatik olaraq beynimə bərabər yanlı üçbucaqlılardakı olan bir teorem yadıma düşdü. Yəni, bir nöqtədən tərəflərə çəkilmiş perpendikulyarlar, yəni perpendikulyarların daha doğrusu cəmi, yəni bu hündürlüklərin cəmi bu H1-dirsə, bu da H2-dirsə, onda mən üçbucağın öz hündürlüyünü çəksəm, yəni bu da H3 olarsa, H1 ilə H2-nin cəmi mənə H3-ü vermiş olacaq. Düzdürmü? Bəli. Mənə də deyir ki, H1, yəni DY, üzrlü sayın. H1 nə qədərdir? 5-dir. Mənə deyir ki, DF, yəni, baxın bura H2. H2 3-dür. O halda H1 ilə H2-nin cəmi H3-ü verirsə, bunların cəmi H3-ü verirsə, H3 8 imiş. Yəni, bizim bu hündürlüyümüz 8 imiş. Baxın, bunun yerinə mən 8 yazıram. Fərqli bir qələmlə göstərsəm, bunun yerinə mən 8 yazıram. Bura 90-dır, bura 90-dır, bura 45-dirsə, o halda bu hissədə 45 dərəcə olmalıdır. Və bura 8-dirsə, baxın, yəni, ta ki, bura M nöqtəsi desəm, AM 8-dirsə, BM də 8 olmalıdır. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqdır, yəni 45-45-dir. Və o halda 90 dərəcə bucaq qarşısındakı qalan tərəf 8/2 olmuş olacaq. Və bizdən də elə AB tərəfinin uzunluğunu istəyirdi. Doğru cavabımız 8/2. Bu qədər.